Salam, necəsiz? Uzun bir müddətdən sonra yenidən vlogla qarşınızdayım. Çox möhkəm danışa bilmirəm, çünki yan otaqda da konsultasiya keçir və ona görə bayaqki videoları səssiz danışmadan otağı düzəldirdim ki, normalda sizlə danışa düzəltmək istəyirdim. Bugün onlayn seanslarımı keçib, qaça qatara minib gəldim canlı seanslarıma. Hal-hazırda 5 dəqiqəyə pasient gəlir və sonra seanslarımız keçəcək. 2 canlı seansım var. Ondan sonra isə Ondan sonra isə gedəcəm alış-veriş eləməyə, oradan isə evə. Bu arada psixoloq olmaq istəyənlərə və psixologiya oxumaq istəyənlərə, psixologiya tələbələrinə istəyirəm bu videonu biraz ayırım. Əgər tələbəsinizsə hələ də mütləq şəkildə bacardığınız qədər erkən, birinci kursu bitirən kimi, ikinci kursu bitirən kimi psixologiya ilə bağlı təlimlərə qoşulun. Baxır, artıq siz uşaq psixoloqu mu olmaq istəyirsiniz, yetkin psixoloqu mu olmaq istəyirsiniz, yeniyetmə psixoloqu mu olmaq istəyirsiniz və təlimlərə qoşulun, könüllülük proqramlarına qoşulun. Maksimum nə qədər praktika yığa biləcəyiniz yer varsa, hər birindən istifadə edin ki, siz universiteti bitirdikdən sonra çox rahat şəkildə seanslar, terapiyalar qəbul edə biləsiniz. Bu arada mənə çox zaman tələbələr sual verirlər ki, mən bilmirəm hansı psixologiyanı seçim, yəni uşağımı seçim, böyüyümü seçim, bilmirəm. Bu sizin praktika ilə öyrənib yığa biləcəyiniz bir şeydir. Yəni siz praktika eləyirsiniz, baxırsınız, mən uşaqlarla işlədikdə xoşbəxt oluramı? Yoxsa mən uşaqlarla işləməyi xoşbəxt etmirmi? Mən özümü orada görmürəm, böyüklərlə işləmək istəyirəm. Yoxsa mənə uşaqlar da çətin gəlir, böyüklər də və mən yeniyetmələrlə işləmək istəyirəm. Çünki yeniyetmələrdə həm oyun var, həm söhbət var. Qarşılıqlı daha çox bir-birimizi anlayırıq yeniyetmələrlə. Onu mu seçmək istəyirəm? Bu çox önəmlidir və yəni siz həm mən buna heç də etik baxmıram ki, bir psixoloq həm uşaqlarla işləsin, uşaqlarla dediyim, yəni 12 yaşa qədər, həm də böyüklərlə işləsin. Çünki hər ikisi də fərqli proqramdır, hər ikisi də fərqli terapiya üsullarıdır və hər ikisini eyni anda apardığınız zaman burada biraz ciddilikdir. Çünki mən pasientlərdə bunu çox tez görürəm ki, pasientlər mənim ətrafımda belədir. Psixoloq seçdiyi zaman diqqət edirlər ki, uşaqla mı işləyir, böyüklə mi işləyir. Bu onlar üçün çox önəmlidir. İndi mən gedirəm pasientimi qarşılayım, davamlı danışarıq. Və seanslarımız bitdi. Xatırlamaya çalışıram ki, harda qalmışdıq. Tələbələrə hissəsində məncə qalmışdıq. Yəni, əgər özünüzü yetəri qədər belə deyim də, o bilikləri yetəri qədər öyrənmək və işə başlamaq üçün bir səviyyə olmalıdır da, hansı ki, siz artıq özünüzə güvənirsiniz ki, okey, mən artıq pasient qəbul edə bilərəm və o halı gəldikdə mənə verəcəyim məsləhət kurslarda deyil, mərkəzlərdə deyil də şəxsi olaraq işləməyinizdir. Niyə? Çünki siz kurslarda, mərkəzlərdə işlədiyiniz zaman yetəri qədər əziyyətinizin qarşılığını almırsınız ki, bu hal-hazırda bizim bir çox mərkəzdə belədir. Gün ərzində işlədiyiniz saatla sonunda əldə etdiyiniz büdcə sizin əziyyətinizin mənə görə çox-çox aşağısındadır. Və belə olduqda siz artıq avtomatik olaraq öz əziyyətinizi doğru qiymətləndirməsi. Çünki zaten sizin bura gələnə qədər keçdiyiniz kurslar ki, psixologiya tələbələri çox yaxşı bilir ki, kurslar yetəri qədər bahadır. Kalmalı olduğunuz bir kurs deyil, nə qədər kurs keçirsiniz və bunun qarşılığında çox az bir miqdarı işləmək və bu qədər işləmək sizin bir gün sonra motivasiyanızı salır və sizin onların asılı hala salır. Amma siz özünüz, öz yerinizi tutub, öz otağınızı tutub, saatlıq otaqlar var, aylıq otaqlar var, fərq yoxdur. Günlük otaqlar var.
öz seanslarınızı keçib və öz qonorarınızı, öz qiymətinizi qoyub və özünüzdən asılı halda işləyib, özünüz zaman təyin edib, özünüz yer təyin etdiyiniz zaman bu sizə daha çox motivasiyadır və sonda əldə etdiyiniz qonorar da sizi qane edir təbii ki. Yəni bu şəkildə. Yəni deməyə çalışdığım odur ki, siz özünüz, öz potensialınızı, öz dəyərinizi, öz perspektivliyinizi görmədiyiniz müddətcə gözləməyin ki, kimsə sizi dəyərləndirəcək və deyəcək ki, falan kəs, sən çox yaxşı psixoloqsan, gəl. Yox, belə bir şey yoxdur. Siz bunu göstərməlisiniz. Siz bunu hiss etdirməlisiniz. Çünki hal-hazırda günümüzdə psixologiyanı bitirməyib, bir neçə kursla belə psixoloq işləyən o qədər çox insan var ki, sahəmiz artıq biraz qarışıq, xaosa çevrilib və hamı istənilən nəticəni vermir və biraz inam da aşağıdır və hamı bir-biri ilə yarışdadır və bu daha da işi çətinləşdirir təbii ki. Bunu bir çox psixoloqlar demir, hətta etmir. Demək ki, çox az psixoloq var ki, edir. Nədir bu? Psixoloqlar bilirsiniz ki, diaqnoz qoya bilməz, dərman yaza bilməz və sizin yanınıza şəxsiyyət pozuntusu da gələ bilər, sizin yanınıza obsessiya da gələ bilər, sizin yanınıza təşviş pozuntusu da, istənilən problemində biri gələ bilər və siz bunun üçün hər zaman çox yaxşı bildiyiniz nevroloq, psixoterapevt ikisi də olmalıdır. Hansı ki, siz pasiyenti ilkin diaqnoz, ilkin müayinə üçün onlara yönləndirə bilərsiniz ki, okey, gəldiniz mənim seansıma, biz psixoloji seanslar aparacaq. Amma sizin psixoterapevtə və dərman müalicəsinə də ehtiyacınız ola bilər və bunun üçün ya istənilən öz psixoterapevtinizə ya da ki, mənim yönləndirdiyim psixoterapevtə yaxınlaşın və o da bir müayinə etsin. Əgər diaqnoz qoyulmaq lazımdırsa, o diaqnoz qoyulsun və ona uyğun da preparatlar qəbul edin ki, daha yaxşı nəticə əldə edə bilək. Bunu çox zaman bizim kollegalarımız etmirlər. Hər şey şünas olmağa çalışırlar, amma bu qəti şəkildə etik bir şey deyil, bunu bilin. Bu arada yetəri qədər məlumat toplayın. Görün, siz hansı psixoterapiya üsuluna getmək istəyirsiniz? CBT ilə mi getmək istəyirsiniz? Psixoanalizlə mi getmək istəyirsiniz? EMDR terapiya ilə mi getmək istəyirsiniz? Bir çox terapiya üsulu var və hər psixoloqun özünün getdiyi bir yol var və o yolu siz seçirsiniz. Baxırsınız ki, hansı terapiya üsulu sizə uyğundur və ona əsasən təlimləri alırsınız. Çünki əks təqdirdə ödənişiniz batır. Siz seçmədiyiniz və bəyənmədiyiniz bir terapiya üsulu ilə getdikdə təbii ki, nəticə olmur. Maliyyə tərəfdən də maliyyə itirirsiniz. Ona görə tələsməyin. Nə mənada tələsməyin, praktikalara falan başlayın və kurslar seçərkən də tez tələsik deyil də çox yaxşı bazar araşdırması edin. Məsələn, mənim tələbələrimin mənə tez-tez verdiyi sual, daha doğrusu irad budur ki, mən bu qədər təlimə getmişəm, amma heç birində mənə necə terapiya aparmalı olduğumu öyrətməyiblər. Çünki heç kim avtobus Çünki heç kim öz terapiya üsulunu deyib, öz tələbələrini öyrətmək istəmir. Sadəcə nəzəri bilikləri verirlər. Amma bu heç etik bir şey deyil. Çünki mən pasiyentlə əyləşdiyim zaman üzbəüz ona sadəcə nəzəri şeylər danışmıram. Mənim pasiyentimə CBT maraqlı deyil, psixoanaliz maraqlı deyil, Freud maraqlı deyil, Jung maraqlı deyil. Buna heç bir maraqlı deyil. Ona nəticə lazımdır. Və mən nəticə üçün əslində necə tapşırığı verməliyəm, hansı mövzulara toxunmalıyam, sualları necə verməliyəm, bunlar haqqında ətraflı məlumatım olmalıdır. Hətta mənim ilkin təməl təlimlər başlayanda çox yetəri qədər çox pul verirdim və mənim müəllimlərimin heç biri mənə geri dönüş etmirdilər ki, necə etmək lazımdır. O bir misal var, cavab verir, amma cavab vermir. Yəni, o cavabı verməkdənsə o cavabı verməmək daha yaxşıdır. Dolu bir şeydir, amma onun için çox boşdur. Yəni, elə bir cavab alırsınız ki, əslində içərisində bir cavabın olmadığını görürsünüz. Və bu çox olduğu üçün kurslar seçərkən çox ehtiyatlı olmalısınız. Etap olaraq başlayanda elə gəlir ki, bu çox rahat bir sahədir. Oturdum, dinlədim bu qədər, amma
qətiyyən belə bir şey deyil. Siz pasiyenti eyni anda həm dinləyirsiniz, həm gedənizi aparırsınız, həm hansı sualı verməli olduğunuzu bilirsiniz. Yönləndirmə etməməlisiniz, səbirlə dinləməlisiniz. Onun həminki ruh halına uyğunlaşmalısınız, onun ruh halını yaxşılaşdırmalısınız. Ən qısa müddətdə nəticə verməlisiniz. Yəni eyni anda bir şey etmirsiniz və terapiya sadəcə oturub dinləmək deyil. Ya da terapiyanın etməli olduğunu demək də deyil. Ya da terapiya özünü yaxşı gəldim, özümü yaxşı hiss eləyəcəm də demək deyil. Bu sadəcə yanlış yayılan bilgilərdir. Siz terapiyaya gələndə özünüzü yaxşı hiss eləməyəcəksiniz. Siz terapiyada özünüzü çox pis hiss eləyə bilərsiniz. Çünki gerçəkliklə də qarşılaşırsınız. Ümumilikdə belə hər hansı bir psixologiya ilə bağlı tələbələrin, psixoloq olmaq istəyənlərin sualı varsa qeyd edərsiniz, cavablayaram. Amma ümumilikdə gün belə keçir. Bu arada yay rejimindən keçdiyimiz üçün artıq canlı seansları ta ki sentyabrın 1-nə ya da 15-nə kimi elə dəqiqləşdirməmişəm, amma sentyabr ayına kimi həftədə bir dəfə, maksimum 2 dəfə canlı seanslar olacaq. Digərləri hər biri onlayn seans olaraq olduğu kimi davam edəcək. Çünki zaten yay olduğu üçün və hər kəs istirahətdə olduğu üçün, hava çox isti olduğu üçün çölə çıxmadığından əksəriyyət hal-hazırda mənim pasiyentlərimin məsələn 180%-i onlarla davam etmək istədilər və bu təbii ki mənə də uyğundur. Çünki mən də istidən çölə çıxmağın çox tərəfdarı deyiləm və uşaqlara görə də evdə olmağım mən daha çox sərf edir evdən keçməyim. Kimlər ki uyğun deyil, onları isə əvvəlcə bir dəfə və 2 dəfə artıq hər birini eyni günə salıb canlı seanslara gedirəm. Bu arada yeni bir qadın layihəm yaranır. Ona da sentyabr ayında başlayacaq. Amma bəzi boşluqlar var. O boşluqları hal-hazırda təyin etməyə çalışıram ki, onlar nədir? Nəsə tam yerinə oturmuyub. Və bu qadınlarla bağlı olacaq. Qadınların birbaşa psixoloji, fizioloji, hər bir sferdə inkişafı ilə bağlı olacaq və abunəlik olacaq bu və yaxud da ki, hər qatılıma görə bir ödəniş hələ tətbiq təyin olunmayıb, amma bir formla qəbul olacaqsınız, o formu dolduracaqsınız və siz o formdan seçiləcəksiniz. Burada nələr olacaq? Həm psixoloji inkişaf, həm belə deyim də idman sahəsi, həm tibbi sahə, həm nə bilim yoga, meditasiyalar, SMM, karyera, yəni həyatınızın bütün sferalarını düşünün və bütün bu sferalarla bağlı sizlə mentorlar, mütəxəssislər işləyəcək. Mən də daxil olmaqla çox maraqlı bir şey olacaq. Hansı ki, bunun dəyişimini siz özünüzdə çox hiss eləyəcəksiniz. Yəni belə, bugünlük bu qədər.